Salam, hər vaxtınız xeyir olsun. Ötən videoda biz where şərt operatorundan danışmışdıq. İndiyə qədər isə ümumiyyətlə select barəsində danışdıq. Sonra oradan where hissəsindən, from hissəsindən danışmışdıq. Bundan sonra baxacağımız mövzu isə order by'dır. Adından da göründüyü kimi order, yəni bir sıralama gətirir bizim output cədvəlimizə. Ümumiyyətlə, hər hansısa bir cədvəldən çıxarış edəndə, məsələn, select employee ID, daha sonra first name, daha sonra salary, from employees. Burada baxsaq görəcəyik ki, biz düzdür, employee ID-miz sıralamaya uyğundur, yəni 100 və s. Amma salary-yə baxdıqda görəcəyik ki, məsələn, fərqliliklər ola bilir. Bax ki, burada 7.000, 8.000, burada 11.000, yəni hər hansı bir uyğun ardıcıllıqla sıralanmayıb maaşımız. Bu tip məsələlərdə bir sıralama, bir sortlama yaratmaq üçün azdan çoxa və yaxud çoxdan aza doğru biz istifadə edəcəyik order by-dan. Order by yazarıq və daha sonra qeyd edirik hansı sütun üzrə biz sıralamanı istəyiriksə, əldə etmək istəyiriksə. Məsələn, bizə lazım olan salary'nin çoxdan aza doğru sıralanmasıdır. Bu zaman qeyd edəcəyik salary və desk. Desk nədir burada? Desk belə qeyd edək. ASC və DSC adlı iki belə deyək, funksiyadan istifadə edirik order by-ın içində. ASC ilə qeyd etdikdə biz sıralamanı azdan çoxa doğru etmiş oluruq. Desk isə bizə çoxdan aza doğru sıralamanı verir. ASC, ascending və desk isə descending olaraq, yəni onun qısaldılmış formasıdır. İndi yoxlayaq görək salary'mizi çoxdan aza doğru həqiqətən də sıralayacaqmı? Baxırıq, görürük, aha. Bu dəfə baxırıq, 24.000, 17.000 və s. gəlir. Həqiqətən də istədiyimiz kimi çoxdan aza doğru sıralanır. Azdan çoxa doğru sıralamaq üçün qeyd etdiyimiz kimi ASC qeyd edirik və gördüyünüz kimi bu dəfə də azdan çoxa doğru sıralanmış oldu. Həmçinin ASC qeyd eləməsək belə default olaraq bizdə azdan çoxa doğru sıralanmış olacaq. Əsas olan order by-ın içinə verdiyimiz hər hansısa bir kolumdur. Baxın, burada görürük ki, yenə də azdan çoxa doğru, yəni heç bir şey qeyd etməsək belə azdan çoxa doğru bizim üçün sıraladı. Daha sonra baxırıq, burada salary bizim neçənci sütunumuzdur. Yəni order by-ın içində yeganə hissələrdən biridir ki, burada birbaşa sütunun adını yazmaq yerinə sütunun belə deyək, indeksini, yerini yaza bilərik. Məsəl üçün, sütun 1, 2, 3-cü. Salary sütunumuz 3-cü sıradadır. Yəni, onun üçün 3 qeyd eləsək bura və desk eləyək ki, burada fərqi görə bilək. Baxacaq, həqiqətən də, yəni 1, 2, 3, yəni 3-cü sütun üzrə sıralanmış oldu. Bundan başqa order by-ın içinə bir neçə sıralama şərti verə bilərik. Məsəl üçün, burada baxırıq ki, 17.000, 17.000 maaş üzrə sıralayanda beləsə. Amma biz istəyə bilərik ki, məsəl üçün, maaş üzrə sıralasın, amma daha sonra ad üzrə, məsələn, indi azdan çoxa doğru sıralasın.
Ona görə 3 desk yazdıq. Adımız ikinci olduğuna görə burada qeyd edə bilərik. 2 ASC və yaxud da ASC-ni də qeyd eləməyə bilərik. Şimdi baxaq. Bir dəqiqə. Səhvli olmuş. Baxırıq burada. Deməli 17.000, 17.000. Bu ikisinin də eyni olduğuna görə daha sonra keçəcək digər sıralamaya. Yəni burada ikinciyə baxacaq. İkinci də addır. Adı da azdan çoxa doğru. Bayaq n yuxarıdaydı. Əlifba sırasında L, M, N. Yəni L N-dən əvvəl olduğuna görə burada L yuxarıda yerləşmiş olacaq. Başqa baxın, məsələn 10.000-də H, G, P bu tip sıralamaya gedir. Hətta burada iki H hərfi var da, gördüyünüz kimi. 1000 eynidir, H-lar eynidir. Burada daha sonra belə eləyə bilərsiniz ki, employee ID-yə görə də çoxdan aza doğru olsun. Yəni burada üçüncü bir şərt də əlavə eləyə bilərik. Yəni bir desk. Bu zaman baxaq. H-lə başlayan ildə düzdür. Salary gəldi 10.000-ə. Aha. 10.000 eynidir. Bir dəqiqə. Aha. 10.000 eynidir. H eynidir və employee ID-də 169 204 sıralamanı dəyişmiş oldu. Daha sonra nəyə baxa bilərik? Burada məsəl üçün biz indi bura əlavə eləyə bilərik. Komisyon PCT sütununu əlavə eləyə bilərik. Bir dəqiqə bunu əlavə eləyək, baxaq. Yəni Komisyon PCT kolumunda, yəni sütununda null dəyərlərimiz də var. Normal dəyərlər aldığı hissələr də var. Biz belə eləsək, silək. Orada barın içinə Komisyon PCT-ni verək, yəni 4-cü kolunu verək və desk olaraq sıralayıq. Çoxdan azdır. Burada baxırıq, bizə null dəyərləri yuxarıda verib. Lakin bizə ən çox maksimum dəyər 0.4 Komisyon PCT kolumunda. Lakin bizə null dəyərləri ən yuxarıdadır. Bunun qarşısını almaq üçün bizdə belə bir şey var. Nulls last. Həmçinin bunun nulls first versiyası da var. Yəni istəsəz null dəyərlər yuxarıda olsun. Bizdə zaten yuxarıda olduğuna görə nulls last seçimini edirik. Bu dəfə görürük ki, 0.4-dən başladı, aşağıya doğru, azalmağa doğru getdi və ən aşağı rəqəmdən sonra da null dəyərlərimizi verməyə başladı. Bundan başqa sıralamadan, yəni təkcə sıralamaq bizə bəs eləmir. Məsəl üçün ola bilər ki, bizdə deyək ki, müəyyən sətirləri atlamaq lazımdır, keçmək lazımdır və yaxud da müəyyən sətirləri saxlamaq lazımdır. O zaman necə eləyəcəyik? Məsəl üçün yenə salaryyə doğru görə, yəni 3 yazmayın, elə salaryını yazın. Salaryyə doğru desk eləyirik və baxırıq. Gördüyünüz kimi 24.000 yenə bayaqki sıralama. Lakin bizdən tələb oluna bilər. Məsəl üçün desinlər ki, ilk adam məsəl üçün müdürdür, onu keçək. İlki çıxaq. Yəni birinci sətri atlayaraq sonra bizdə olan bütün maaşları çoxdan aza doğru sıralayın. Bu zaman nə edirik? Bu zaman offset adlı funksiya bizim köməyimizdə. Offset bir row. Gördüyünüz kimi birinci sütunu atmış oldu offset. Məsəl üçün burada indi sıraya baxaq. 101, 102. Məsələn 3 yazsaq artıq bu ikisi də silinmiş olacaq.
offsetin funksiyasını bildikdən sonra keçəcəyik biz deməli bizdə fetch operatoru var. Bəlkə burada aşağıda gördüyünüz kimi fetchet yəni bu qədər. Yəni fetch operatoru bizdə bir növ saxlayır. Yəni nə qədərin gətirdisə, onu yəni göstərəcəyi sətir sayını bir növ sorğunun içinə daxil eləmiş olur. Məsələn, bunun üstünü qeyd edə bilərik. Deməli, fetch first, yəni bu tip gelirik. 5 rows only. Yəni bu tip yazdıqda görəcəyik ki, bir növ SQL-lə danışmış oluruq ki, yəni ona deyirik ki, mənə saxla, sırala, çoxdan aza doğru sıraladı və sıraladığın içindən də yalnızca 5, yəni ilk 5-liyi bir növ bizə ver demiş olur. Məsəl üçün, ən aşağı maaş alan 5 işçini tapmaq istəsək, bu zaman desk ACC ilə əvəz olunacaq və acıq həqiqətən də ən aşağı maaş alan deməli işçilərimizi bizə göstərəcək. Deski qeyd edək və burada daha sonra faizlərə baxa bilərik biz. Məsəl üçün fetch first deməli tutaq ki 10% ilk 10% 10% rows 10 daha görə böyle kimi ilk 10-luğa məsələn 5% ya da 50% fərq eləmir. Yəni 50%-ni seçə bilərik. Baxırıq ki, əməkdaşların deməli məsəl üçün maaş aralığı tutaq ki 24.000-dən 2000 neçə arasında düzdür. Bir növ bütün bu maaşların ilk 50%-ni təşkil edənləri tapmış olur. Yəni fetch first 50% rows only. Bundan başqa məsəl üçün bir dəqiqədə qayıdaq. Məsələn, ən çox top 10 bizdə istifadə oluna bilər. Percentsiz təbii ki, yəni ilk 10-luq, ilk 5-lik belə bu tipdə bizdən soruşula bilər. İndi belə bir şeyə baxaq burada. Deməli 2017. Yəni first 2 rows qeyd eləsən, yəni mənə gördüyünüz kimi 24.000-dən 17.000-i verəcək. Lakin bizdə orada bir dənə də 17.000 var idi. Yəni əgər dəyərə görə sıralayacaqsa, niyə bir 17.000 düşsün bu siyahıya, amma ikinci 17.000 düşməsin? Burada only sözünü siləcəyik. Düzdür. Burada qeyd edəcəyik with ties. Yəni bir növ quyruğunla bir yerdə deyirik. Yəni bu 2 artıq bayaq demişdik ki, ancaq 2 sətir verir bizə. Amma indi deyirik ki, ilk 2 yerdə duranı hamısını, məsəl üçün 17.000-dən 10 dənə ola bilər, o 10 dənənin hamısını da qaytaracaq bizə. Gördüyünüz kimi 2 yazsaq belə bizə 3 dənə cədvəl qaytarmış oldu. Bugünlük bu qədər bəs olduğunu deyə fikirləşirəm. Yəni bugün nə öyrəndik? Sıralamalara baxdıq. Deməli, təşkil qeyd edək. Deməli, bugün öyrəndik ACC, desk, daha sonra mouse first, mouse last. Bundan başqa baxdıq biz sıralamaları rəqəmlə ifadə eləməyə, ondan sonra percent hissəsinə baxdıq, rows hissəsinə baxdıq, yəni top 10-luğa baxdıq və s. Bu qədər fikirləşirəm kifayət edir. Çünki bundan sonra funksiyalar barəsində videoda çəkməyə planlaşdırıram və order by, həmçinin where
funksiyasının şərt operatorunun istifadə olunması, clause deyirlər, where clause-u, həmçinin select-in. Yəni bu tip bunları ilk başda videolarda sadə gələ bilər, lakin bunlardan əsas olaraq daha sonra kompleks querylərin yazılmasında istifadə olunur. Yəni fundamenti nə qədər güclü öyrənsək, yəni çətin mövzularda o qədər də çətinlik çəkməmiş olacaq. Sağ olun, özünüzdən müğayət olun.